Əziz hərəkət iştirakçıları, hər il olduğu kimi bu ildə Novruz bayramı və tətil günləri ilə əlaqədar paytaxtdan bölgələrimizə səfər edənlərin sayının çox olacağı gözlənilir. Həm şəhər daxili, həm də magistral yollarda nəqliyyat sıxlığının yaranmasının qarşısını almaq, qəzaların baş verməsi ehtimalını azaltmaq üçün gəlin diqqətli olaq. Zəruri təhlükəsizlik qaydalarına biganə yanaşmayaq. İlk növbədə avtomobildə olan hər kəsin təhlükəsizlik kəmərindən istifadə etməsindən əmin olaq. Mümkünsə günün erkən saatlarında yola çıxaq. Sürət həddini aşmayaq. Sükan arxasında sərxoş vəziyyətdə əyləşməyək. Ötmə və digər yol hərəkəti qaydalarına uyğun davranaq. Əmin ola bilərsiniz ki, bütün səfərlərinizdə yanınızdayıq. Rahat və təhlükəsiz istirahətinizi təmin etmək üçün fasiləsiz xidmətdəyik. Siz də özünüzü və doğmalarınızı düşünərək məsuliyyətli davranın və bizə dəstək olun. Qoy bu bayram günlərində istiqamətiniz yalnız və yalnız xoşbəxtlik olsun. Bütün yollar sizi isti yuvanıza, ailənizin, sevdiklərinizin yanına aparsın. Bayramınız mübarək.